Əzizləyicilər, hər vaxtınız xeyir olsun. Bizim 14 günlük belə düzələrimiz var. Buna biz asorti düzələr deyərik. Ətli və yumurtalı istiqamətdə qarışıq olan düzələrdir. Bax, bu düzələrin arasında Serbiris də var, Kuçinska Yubileniya da var, Xarkov cinsi də var. Yəni, növ ətli və yumurtalı istiqamətdə cins heyvanların mələzidir. Yəni, qarışıqdır bunlar. Eyni zamanda yəni Kuçinska Yubileniya və Xarkov düzələrinin belə deyək, təyinatı üzrə belə bunlar da istiqamətdədirlər. Çünki bunlar həm ətli, həm də yumurtalı qısa bir zamanda, yəni 2 aylıqlarında kəsimə gedir və ortalama 4 ay yarımlıqlarında yumurtaya düşürlər. Bunlar da hal-hazırda 15 günlükləridir. Müəyyən profilaktik tədbirləri görülür. Təxminən 180-dən 150-180 arası düzəmiz var. Kimlər istəsə inşallah bunlar 1.70-ədir. İnşallah ki göndəriş də eləmək olar. Bax, bu cürlə sağlam və təmiz düzələrdir.